После провокации во время телемоста Баку-Ереван армянский телеканал закрылся. После телемоста между Реал ТВ и Реапен Медиа, где армянская ведущая Диана Карапетян устроила провокацию, использовав оккупационный термин «Арцах» и заявив о карабахском вопросе, показательно, что Реапен Медиа выложила именно тот фрагмент с провокацией. Это подтверждает, что шаг был заранее подготовлен. После этого мы обратились к властям Армении с просьбой принять меры. Сегодня директор канала Давид Григорян объявил в эфире, что Реапен Медиа прекращает свою деятельность по ряду причин, включая финансовые сложности. Подпишитесь на канал без тормозов и будьте в курсе всех новостей и событий. Bütün mövzularda eyni nəticəni gözləmək realist olmazdı. Elə mövzular var ki, onlar dair hətta iki ölkənin dövlət başçıları belə elə razılığa gəlməyib və bu tamamilə normaldır, düşünürəm. Mövzulardan söhbət gedir konkret olaraq? Artsaq məsələsi və s. Artsaq yoxsa Qarabağ məsələsi? Çünki Ermənistan artıq rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bizim üçün Artsaq, digərlərin üçün Qarabağ. Amma bu cümlə təməldən səhvdir axı. Siz hələ də Artsaq deyirsinizsə, biz sülh istiqamətində hansı müzakirəni apara bilərik? Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni bu Ermənistanın rəsmi mövqeyindən söhbət gedir. Yəni sizin dövlətinizin mövqeyindən söhbət gedir burada.